Qurban ibadəti ilə bayram namazının arasında ayrılmaz bütöv bir bağ vardır. Peyğəmbər Efendimiz sallallahu aleyhi ve sellem hadis-i şərifində buyurur ki, kim bayram namazından əvvəl qurbanını kəsərsə, bu sadəcə ət olar. Yəni qurban yerinə düşməz deməkdir. Kim də bayram namazından sonra qurbanını kəsərsə, o tamamlanmış və sünnətə uyğun olanı etmişdir. Qurban bayramı namazı qılınan yerlərdə, böyük mərkəzlərdə Qurban bayramı namazının imamın qılıb bitirməsini gözləmək şərtdir. Bundan sonra qurban ibadətlərimizi kəsməyimiz gərəkməkdədir. Və qurban bayramı namazı qılınmayan ucqar yerlərdə, kənd kimi, yəni məscid olmayan yerlərdə isə ən azından qurban bayramı namazının bitişinə qədər olan zamanı gözləmək lazımdır. Bu da aşağı yuxarı təqribən günəş doğduqdan 50 dəqiqə sonraya təkabül eləyən bir zamandır. Bu durumda Qurban bayramından əvvəl hər kim ki qurbanını kəsərsə, sünnə-i şərifdə də buyurulduğu üzərə o qurbanın təkrar edilməsi lazım. Əgər şəxsin imkanı varsa, qurbanını təkrar kəsməsi gərəkməkdədir. Hənəfi məzhəbinin ümumi qəbul edilən görüşü də budur.